28 may. Bu gün ürəyi, qəlbi vətənlə döyünən hər bir Azərbaycanlı üçün ən önəmli və vacib bir tarixdir. 28 may Azərbaycanın adını müsəlman şərqində ilk demokratik respublika kimi tarixə böyük hərflə yazdı. Bu gün 28 may hörmət və ehtiram əlaməti olaraq bir çox küçə və meydanların adında yaşadıldığı kimi metropolitenin də stansiyalarının birində yaşadılır. Anamın anasısan Azərbaycan. Əziz Bakılılar və şəhrimizin qonaqları, bura ilk açılan 5 stansiyadan biri 28 may stansiyasıdır. Əvvəllər bura 28 aprel olaraq adlansa da, sonralar Cümhuriyyətimizin şərəfinə bura 28 may adı verilir. 28 may stansiyasına şəhər qapıları da deyirlər. Çünki bura şəhər mərkəzinə və mühüm ictimai-sosial obyektlərə, bir sıra universitetlərə çıxış rolu oynadığı kimi Bakı Dəmir Yolu Vağzalının da yanında yerləşir. Bu isə o deməkdir ki, 28 may metropolitenin ən çox sərnişin yükü ilə insan sıxlığı müşahidə edilən stansiyalarından biri hesab edilir. Məhz insan sıxlığının qarşısını almaq məqsədi ilə 2009-cu ildə stansiyanın ikinci girişi açılır. 28 may metro stansiyasından stansiyanın girişinə qədər olan məsafə 165 metrdir. Həmçinin bu tunel vasitəsilə insanlar Cəfər Cabbarlı stansiyasında gedə bilər. Cəfər Cabbarlı və 28 may metro stansiyalarını birləşdirən tək tunel isə bu deyil. Azərbaycan. 28 may və Cəfər Cabbarlı stansiyalarını bir-birinə əlaqələndirən iki tunel isə 28 mayın giriş və çıxış hissələrində yerləşir. Bunlar bu stansiyaları bir-birinə bağlayan ilk tunellərdən sayılır. Qardaşlıq dünyasısan, anamın anasısan Azərbaycan. Havalansın xanın səsi, Qarabağın şikəstəsi. Qatar stansiyaya çatan zaman səslənən bu musiqi uşaqdan böyüyə hər kəsin sevdiyi, az qala hamının dillər əzbəri olaraq bildiyi Qarabağ şikəstəsidir. Bu mahnı isə Xan Xuşovskinin ifasında ürəkləri, qəlbləri tamam başqa cür bir havaya kökləyir. Əziz Bakılılar və şəhrimizin qonaqları, bu həftə biz sizlərə 28 may metro stansiyasından danışdıq. Gələn həftənin birinci günü görüşərik. Hələlik.